Ağdamda Konstitusiya və Suverenlik ili çərçivəsində 12 noyabr Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib. Ağdam rayon Heydər Əliyev mərkəzində Konstitusiya və Suverenlik ili çərçivəsində 12 noyabr Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib. Ağdam rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssəsə, təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tərgül dəstələri düzmüşlər. Heydər Əliyev mərkəzində davam edən tədbirdə ilk öncə ümummilli lider və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdi. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk konstitusiyasının 1995-ci il noyabrın 12-sində keçirilmiş ümumxalq səsverməsi, referendum yolu ilə qəbul edilməsindən, 2025-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 34-cü il dönümü və ilk milli konstitusiyanın qəbulunun 30 illiyinin qeyd olunmasından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan olunmasından bəhs etmişlər. Polad Rüstəmli, Şəbnəm Aslanlı, Ağdam xəbərləri.